Bugün Azərbaycan musiqi tarixində dərin iz qoyan böyük sənətkar, xalq artisti Arif Babayevdən danışacağıq. O, Qarabağ Xanəndəlik Məktəbinin görkəmli nümayəndəsidir. Tələbələri ustadın həyatından ən maraqlı məqamları və unudulmaz xatirələrini bizimlə bölüşdülər. Qürurla onu xüsusilə vurğulamaq istəyirəm ki, o zaman tələbələr, şagirdlər müəllimi seçərdi. Ancaq mənim xatirimdədir ki, məhz məni bir şagird kimi Arif müəllim özü seçdi. Ki, qızım, mənim tələbəm olarsanmı, təbii ki, mən çox böyük həvəslə, şəslə, hətta biraz çaşqınlıq yarandı məndə ki, nə yaxşı, nə əcəb. Yəni, demək ki, Arif müəllim məndə nə isə hiss edib, nəsə görüb ki, məni dəvət eləmişdi. Müəllim sözünün dəyərini mən, belə deyim, demək olar ki, Arif müəllimdə dərk eləmişəm məsuliyyəti, müəllim sözünün məsuliyyətini. Çox, yəni, deyim ki, o qədər də bizi nazlamırdı o. Yəni, yenə deyirəm, çox tələbkar idi və biz hər dəfə, hər onun dərsində sanki bir imtahan verirdik. Çox tələbkar, çox ciddi müəllim idi. Baxmayaraq ki, mən operada işləyirdim. Leyli və Məcnun operasının tamaşaçılar tərəfindən bəyənilmişdi. Amma hər gün mən Arif müəllimin dərsində iştirak eləyirdim və deyərdim ki, hər dəfədə gəlməyəndə o qədər danlayırdı, mənə o qədər danlayırdı ki, tələbkar müəllim idi. Bilirsiniz, həm də Arif müəllim bizim tələbələr üçün bir dost idi. Bir məsləhətlərinlə də hər zaman bizə deyirdi ki, başınızı salın aşağı, işinizlə məşğul olun. Həmişə mən Arif müəllimi özünüz bildiyiniz kimi konsertlərimdə dəvət eləyirdim. Bəyəndiyi vaxtları da olurdu, bəyənmədiyi vaxtları da olurdu. Hər zaman gözüm örgəşmişdi ki, Arif müəllimi birinci sıralarda görüm. Onun fikri mənim üçün önəmli idi. Biz Ağdamda Arif müəllimin dili ilə desək, çəpər qonşusu olmuşuq. O tərəfdə onlar olub, o tərəfdə bizim evimiz olub. Biz çox qonşu kimi də yox, biz yaxın bir qohumluğa çevrilmişdi artıq bizim o qonşuluğumuz. Çox tələbkar müəllim idi Arif müəllim. Olduqca tələbkar idi. İnanın ki, Arif müəllimdən sonra o vaxt, indi bax, tələbələrə biz fərdi dərs keçirik də, tək-tək. Amma o zamanda belə deyildi. O zamanda bütün sinif 10 tələbə varsa, 10 tələbənin də dərsi saat 4-dərsə 10 tələbə də sinifdə olmalı idi. Məsələn, Arif müəllimdən sonra bir tələbə içəri girsəydi, vay, vəssalam. Çox da oradan olduqca tələbkar müəllim idi. Və əlbəttə ki, mənim 5 il Musiqi Akademiyasında da Arif müəllimlə dərs almaq, əlbəttə o da mənim bir böyük şansım idi. Məsələn, mən çox zəif idim tələbə vaxtı. Çox cılız bir, yəni demək olar ki, sinifdə ən zəif bir tələbə olmuşam da, şagird olmuşam. Çəki sarıdan, çəkim çox az idi. Məsələn, külək əsəndə mən artıq dərsə getmirdim, o artıq bilirdi onu. Deyirdi, bala, sabah dərsə gələsən, külək olmayacaq, gəl gələn. Məsələn, deyirdi ki, az bala, çörək yedin, biraz çay, su, çörək yemirsən, bala, sən taxta piçeniyə oxşuyursan. Bax, belə deyirdik, gülürdük və elə hamıya da sinifə kim daxil olurdu, o tələbələrin xarakterindən birinci deyirdi ki, bax, bu tələbəm Kərimova avqust ayında üşüyür bala. Bax, söz vaxtına çəkər, deyirdi ki, avqust ayında könül üşüyür. Bir dəfə qayıt dedi ki, nəzakət, bu axı qaxda bir evi var idi. Deyir, bala, yığırlar başıma, anekdotlar danışıram. Birinin bir dodağı belə qaçmır da. Deyirəm ki, bəs xoşunuza gəlmədi. Deyirlər ki, hə, xoşumuza gəldi. Deyir, niyə gülmürsünüz? İndi Arif müəllim hər zaman istəyir yolda, istəyir rayonlara gedirdikdə konsertlər olurdu. Ondan sonra el şənlikləri olurdu. Hər zaman o
ciddiliyin içində bir yumurluq da var idi. Nə qədər sakit görünürdüsə, o qədər mürəkkəb insan idi. Çox mürəkkəb insan olub. Yəni mən deməzdim ki, Arif müəllim sadəlik başqa bir şeydir. Sakit, sadə başqa, amma o xüsusiyyətlə bir yerdə xarakteri olan bir insan olub. Mən şəxsən özüm ona bir sualı vermək üçün, ondan hansısa bir məsləhəti almaqdan ötürü inanın ki, 100 ölçüb bir biçirdim. Ki, asan deyildi. Yəni, asanlıqla mən cürət etməzdim. Yəni, hamı belə olub, bütün tələbələri. Bu da onun xarakterindən, xasiyyətindən nə qədər sadə olsa da, nə qədər, amma deməzdim, bir o qədər də mürəkkəb bir insan idi. Hər bir şeyə bu insan fikir verirdi də. Bizim geyimimizdən tutmuş, hər bir şeyə, oturuşumuz, duruşumuz, davranışımız, bütün hamısı elə bir ki, dərslə bərabər bax, belə idi. Sonra əlbəttə ki, Arif müəllimin o gözəl yumorları, çox o belə deyirlər də, o el arasında baməzə adam idi, çox hazır cavab adam idi. Yəni, mən Arif müəllimlə bir neçə dəfə də yol yoldaşı olmuşam, bir səfərə getmişik. Yol yoldaşı da olanda çox daha yaxşı tanımışam Arif müəllimi. Ümumiyyətlə, Arif müəllim gözəl bir insan, gözəl bir şəxsiyyət, gözəl bir sənətkar olaraq yadda qalıb. Arif müəllim heç vaxt ölməz bir ifaçıdır ki, onun sənəti hər zaman yaşayacaq. Bugünkü gündə də hər zaman mən öz tələbələrimə də, digər ifaçılara da həmişə deyirəm ki, bir çox sənətkarlar var ki, o ifaçılara gedin qulaq asın, kişi səsi, əsl kişi səsi və ustadım onun birinci öndə gedən ifaçılardır. Gültəkin adlı xanımla ailə həyatı quran Arif Babayevin bu evlilikdən 3 övladı dünyaya gəlir. 2 qız, 1 oğlan. O, Gültəkin xanımla 58 il bərabər yaşayır. Onlar arasında böyük sevgi və hörmət olub. Çəkilişlə də gedirdik, tək də gedirdik, baş çəkirdik ustadımıza. Bu adam süfrə açmamış, Gültəkin xanımın o gözəl, ləziz yeməklərini yeməmiş buraxmazdı. Deyirdim, ay Arif müəllim, bir çay içib gedəcəm. Yox, bu süfrə açmalı idi. Gültəkin xanım gözəl yeməklərin təqdim eləməli idi. Hər zaman övladlarının qayğısı çox çəkirdi Arif müəllim. O səsi ilə yaşadıqdı, övladlarını oxutdurubdu, övladların müəyyən bir yerə gətirib çıxartdırıb. Bu da ki, Arif müəllimin necə ata olduğunu göstərirdi. Arif Babayevin ən böyük arzusu doğulub boya başa çatdığı Ağdama gedib ata və anasının qəbrini axtarıb tapmaq idi. Qarabağ işğaldan azad olunandan sonra isə həmin qəbristanlığa üz tutub, lakin məzarları tapa bilməyib. Özünüz bilirsiniz ki, Arif müəllimin orada bir gözəl imarəti var idi. Özünün lent yazılarında da Yaşarla, Gültəkin xanımla bir videosu var. Hər zaman deyirdi ki, inşallah qismət olar, ondan da gözəlin gedib bərpa edərik. Kaş ki, torpaqlar qayda. Şükürlər olsun ki, Arif müəllimin ayağı o torpaqlara dəydi. Təbii ki, gedib tapa bilmədi evlərində, ata-baba məzarlarında təbii ki. Arif müəllimə çox pis təsir eləmişdi. Arif Babayevin ən çox yadda qalan mübahisələrindən biri xalq artisti Canəli Əkbərovla olur. Uzun illər muğam müsabiqəsində münsiflər heyətində birgə çalışan bu iki sənətkar sonradan məhz bu müsabiqə səbəbindən küsüllük yaşayırlar. Lakin ömrünün son günlərini yaşayan Canəli Əkbərovun barışıq təklifinə Arif Babayev müsbət qarşılıq verir. Xırda söz-söhbət olsa belə, amma heç vaxt məsələn onları belə qabartmayıblar. Onu belə üzə gətirməyiblər. Nə olubsa başqa sənətkarların da olub da, məsəl üçün bir-birinə aralarında, amma heç vaxt onu belə üzə gətirməyiblər. Bir zaman keçib yenə də dost olublar, yenə də yoldaş olublar. Yəni belə. O olur. Hər bir sənət insanında o ola bilər ki, müəyyən bir şeylər. Bu da təbii bir haldır. Bəzən görürsünüz ki, bəzi o jurnalistlər
o deyim də münasibəti korlamaq üçün, münasibəti pozmaq üçün, nə bilim, belə bir şeylər, amma valla sonunda heç ona nail olmayıblar. Yenə də onlar münasibətləri yaxşı olub. Arif Babayev haqqında ölüm xəbərləri tez-tez yayılan məşhurlardan idi. Mediada çıxan bu xəbərləri sənətkar çox zaman yumorla qarşılayırdı. Bir 4 il bundan əvvəli götürsək, 3 il, 4 il arası belə bir xəbər yayıldı. Amma nədəsə mən inanmadım. Götürdüm Arif müəllimi zəng vurdum. Özü belədir. Gördün də gün bala, məni də öldürdülər. Dedim Arif müəllim, valla mən bunu eşitdim, amma inanmadım. Sonra mənə nə qədər adamlar zəng vurdu. Ay, Arif müəllim dedim, bala, narahat olmayın. Arif müəllim sağ-salamatdır. Kimsə belə bir şayəni düzəldir. Onunla özünə nə qazanmaq istəyir, amma ayıbdır. Həftədə 2 gündən bir, 3 gündən bir mən zəng eləyirdim Arif müəllimin səhhətini soruşmağa. Bir də görürdün ki, sənət dostlarım zəng eləyirdi. Nəzakət eşitmisən Arif müəllim haqqında. Hər zaman götürüb zəng eləyirdim Arif müəllimə. Görürdüm ki, deyir, yenə nə oldu? Öldürüblər məni. Deyirdim, Allah can sağlığı versin. Heç istəmirdim bildirəm ona, inanırsınız. 87 yaşlı xalq artisti Avqustun 1-i 2025-ci ildə ürək çatışmazlığından dünyasını dəyişib. Bir videosunu yaymışdılar. Zəng elədim ki, Arif müəllim, xahiş edirəm. Bir uşaq idi, getmişdi, çəkmişdi Arif müəllimi. Dedim, Arif müəllim, qoymayın sizi çəksinlər. Qoyun sizin necə tamaşaçılarımız görübdü, şən şox, elə də tamaşaçıların göz yaddaşında qalsın. Dedi, ay bala, o da qoxumdur, nə bilim, nədir, necə deyərlər, gəlir, adam deyə bilmir, çəkməsin. Sonra Gültəkin xanıma zəng elədim, qızına zəng elədim, xahiş edirəm, Arif müəllimi qoymasınlar, çəksinlər. Çox ağır idi, həddindən artıq ağır idi. Ancaq onun o xəstəliyi ilə bağlı xəstəliyi artıq sanki hamını hazırlamışdı. Hamımız artıq hazır idik. Biz hazır özümüzü hiss eləmişdik ki, gec-tez bu xəbəri alacağıq. Yenə də qəbullanmaq çox çətindir. Çünki sanki Arif müəllim, yenə deyirəm, cavan ikən, gənc ikən bizim müəllimimiz olub. Orta məktəbdən ta institut illərinə qədər və biz institut bitirəndən sonra da biz onun tez-tez tədbirlərdə görüşürdük, tez-tez həmişə biz istər televiziya vasitəsilə efirlərdə, efir verilişlərində, biz heç ondan ayrılmadıq ki, biz və xəstəliyindən sonra da biz tez-tez evinə gedirdik, evində görüşürdük. Demək olar ki, mən hər il 5-6 aydan bir biz görüşdük. Sənət dostlarımla zəng eləyib, mesaj yazmışdılar. Məsum İbrahimov yazmışdı ki, Arif müəllimi itirdik. Durdum, evlərinə getdim, gördüm ki, heç kim qapını açmır. Təzəpirə getdim, orada elə bil adam inanmağa gəlmir, gözündə fırlanır neçə ilin. 30 ilə yaxında Arif müəllimin necə deyərlər, tələbəsi olmuşam. Yəni çox pis oldum. Çox Arif müəllimin həyatdan köçməyinə çox pis oldum və necə deyərlər, qəlbən elə bil neçə bir aya yaxın mən özümü çox pis narahat hiss elədim. Heç kimlə danışmaq istəmirdim. Heç kimlə belə müzakirə eləmək istəmirdim. Yəni dəfnində də iştirak elədik. 3-ündə də, cümə axşamlarında da, 40-ında da. Yəni adam Arif müəllimi mən qəbul eləyə bilmirdim ki, Arif müəllimin yoxluğunu. Mən bugün Könül Kərimova olaraq mən bugün yalnız ilk növbədə Arif müəllimə borcluyam. Arif müəllimə çox şükür ki, çox sevinirəm ki, mən Arif müəllimlə o nəhəng, o dəryadan, o böyük ustaddan bir damla mənim də payıma düşüb. Mən bütün ömrüm boyu
Buna görə Allahımdan çox razıyam və çox qürurla deyirəm ki, nə yaxşı ki, mənim müəllimim, ustadım məhz Arif Babayev olub.